Senem. Çınar. Bilirdim ki gələcəksən. Senem'in hiçbir günahı yoktu. Bırak onu. Sən sevdiklərimi qoruya bilmirsən. Belə olmaz. Notebook'u ver. Bilirsən ki, notebook'u buraya getirəcək qədər axmaq değilim. Senem'i bırak. Sonra notebook'u vereceğim. Mənim daha yaxşı fikrim var. Bağışla. Bax, bu başka güzellik daha. Bu ise tamam başka bir güzellik. Kızların hiçbir günahı yoktu. Bırak. Notebook'u vereceğim. İndi mənim oyunumu oynayacaq. De görüm, hansının canı senin için notebook'tan daha değerlidir, ha? Yox, belə. Hansının canı senin için daha əzizdir? Ömrün? Ya? Senemin? Seçim senindir. Cevap ver Çınar. Senem ya ömür. Üç çekimi sayıram. 1, 2. Kumbara!
oyuncaq idi. Elə bilirlər realdır. Sənəm bacı? Sənəm bacı, nə oldu? Sənəm bacı? Oturun başına. Səs-küy çox oldu. İndi polislər gələcəkdir. Tez olun. Zibil yakalasın. Qaçdılar. Sənəm? Sənəm? Değme bana elbi çek. Kolum yaralandı. Dur, xəstəxanaya. Değme bana elbi çek. Sənəm, yeri deyil indi, dur. Ay kolum. Buradan o tarafa gedə bilməzsiniz. Gözləyin zəhmət olmaz. Yaxşısan. Yox. Sənəmə verdiyim sözü tuta bilmədim. Nə uşağı qoruya bildim, nə də sənə. Hər şey mənə görə oldu. Sənem düzələcək. Getmək lazımdır. İkiniz də axtarışdasınız. Birazdan polislər gələcək. Mən bir də mühafizə otağına dəyib gəlirim. Üzümü yum, bir su vurum üzümü. Mən də gəlim. Ay qardaş, sən kimsən? Sən canın bağışla. Elə bildim tualetdir. Nə qəşəng otaqdır bura. Ay qardaş, çıx bayra, nə tualet? Ma bax, bura mühafizə otağıdır. İndi kameralara buradan baxırsın. Ay qardaş, çıx bayra, mane olma işinə. Sən də canın bir sual da verin. Bu kameralar səs yazır. Lazım deyil sənə biləsən, çıx bayra. Əsəbləşmək zad lazımdır. Üstümə nə əsəbləşirsən? Bir yüngül işim var, onu görüb çıxıram. Əslində yüngül deyil, yarım kiloluqdur. Bir dənə mənim burada əmanətim var, onu götürüb gedirəm qadına. İcazə ola. Onsuz da yox deyə bilməyəsən, boşuna. Onu götürüb gedirəm. Gedək. Polisler burada. Kapıda da oradan çıkabilmeliyiz. Qoy getsinlər, biz sonra çıxarıq. Parkovkadan, garajdan çıxaq. Yaxşı. Otur, tez elə. Oturun, tez elə. Narahat olmayın, səndən bacıya heç nə olmaz. Mən səni yola saldım da, sən niyə qayıtdın gəldin axı? Salam. Salam. Cahan qəsəbəsinə necə gedə bilərəm? Oradan tam o yana. Sağ ol. Cahan qəsəbəsi bir nəfər. Salam. Salam. Mən Cahan qəsəbəsinə getmək istəyirəm. Avtobuslar hansı tərəfdən gedir? Avtobusla eləyirsən, əyləş çıxıram, mən də yol maşınıyım. Yox, avtobusla gedəcəm. Hansı avtobus gedir ora? Avtobusla eləyirsən xanım, 5 saat edəcək, hər yolda da saxlayacaq. Əyləşin çıxaq gedək.
Verin çantanı qoyun bagaja. Yox, özümdə qalsın. Baxın da. Mən neynirəm? Çınarın yanında. Mən getmək istəmirəm. Getmirəm. Narahat olma. Biz səni Çinarın yanına apararıq. Elə bilirsən ki, rəisdən qaça biləcəksən. Neyinirsiniz? Otur dedim. Sonra da məni gətirdilər sənin yanına. Sənəmi də orada gördüm. Bir sakit olun görün. Bir plan tapıb öldürəcək onları. Görəsiz. Gördün, dayı oğlu 2 dəqiqə nətər plan qurdu. Sənin bacı yaralanmasaydı qırıb batırmışdı onları. Bircə sənəmə bir şey olmasın. Heç nə olmaz. Xəbər də tuta bilmirik sənəmdən. Birazdan xəstəxanaya zəng edib soruşacağam. Siz bibim gildə düşün. Mən də birazdan fırlanıb gələcəm. Dayı oğlu, bəlkə bizi başqa yerə aparasın. Narahat olma, ən təhlükəsiz yer oradır. Heç onların varlığından heç kimin xəbəri yoxdur. Buyurun xanım. Xanım, üzr istəyirəm. Siz subaysınız. Hə. Üzr istəyirəm, belə qeyri-normal şəraitdə tanış olduq. Mən Çınarı silahla təmin eləyən adam. Çox gözəl. Gedə bilərsiniz, gecəniz xeyrə. Xeyrə qarşı həyat. Ömür. Həyat, ömür, ikisi deyil şeydə nə fərq var. Sağ olun. Deyirlədim ki, eləmə bə bir şey. Çınar. Gəl də. Bu evdə səni görəndə şad olurlar. Gəl. Çınar, oğlum, şükür Allah'a ki sağ salamatsan. Her şey kurtardı. Sənəm yaralanıb xəstəxanada. Yazık kız. Gelin, gelin içeride danışaq. Mənə oyun qurmuşdun sən? Nə demişdin sən? Onu da eləmişik. Sənəmə də gətirdim. Mən nə edə bilərəm ki, sən adamların qabiliyyətsizdir. Bu iş çox uzandı. Notebookdakı o məlumatlar mənə lazımdır, yoxsa mənim özümü götürəcəklər. Sənin əməliyyatdadır. Çınar harda olsa mütləq gəlib ora çıxacaq. $2 milyon sənindir. Tap onu. Tap! Sonunda hamısını öldürərsiz. Bunu da Onu da. öldürəriz. Orada koyup geldiniz. Hə, polislər gəldi. Biz də axtarışdayıq. Yazık sana. Evvelden bəxti getirmedi. Evvelləri, sonra kızı. Axırda da özü. Əri? Çınar sənə deməyib. Nə deməyim? Ana. Mən onun yanına getməliyəm. Olmaz. Mən orada olmalıyam.
Onu orada tək qoymaq olmaz. Lazım deyil, özüm gedəcəm. Yox, sən getmə. Səni tutarlar. Qoy mən gedim. Mən onsuz da heç kim tanımır. Heç məndən şübhələnməzlər də. Deyərəm ki, qohumuyam. Çınar, mən onun yanında olmalıyam. Sizin orada olmanız problem yaradar. Çınar anan düz deyir. Gedim əynimi dəyişim. Mənə nəsə demək istəmirsən? Sən nağ qayıtdın. Nağ. Mənim yanımda kim olur olsun, öldürəcəklər. Mən hər şeyə göz alıb qayıtmışdım. Məni tutmasaydılar da, mən yenə sənin yanına qayıdacaqdım. Soruşmayacaqsan niyə? Yox. Çünki mən anladım ki, sənin yanında güvəndəyəm. Məni sənin kimi heç kim qoruya bilməz. Bilirəm, sənə əlavə problem yaradıram. Amma biz bir ola bilərik, bir komanda. Sən mənə dəstək olarsan, mən də sənə. Bilirəm, bu dediklərim boş görünür, amma mən sənin yanında özümü şanslı hiss eləyirəm. Sənsiz yaşama şansım yoxdur. Ömür, güllələrin səsi başını xarab eləyibsən. Olsun. Mənə xoşdur. Bayaq ananın dedikləri Sənəmin birinci əri, sonra uşaq. Sən onunla evlənməmişdən əvvəl uşaq olmuşdu. Əgər mənə güvənmirsənsə danışmaya bilərsən. Yəni mən elə bildim ki, aramızda artıq güvən yaranıb. İstəmirsənsə danışma. Narahat olma. Sənəmlər var idi. Sifariş Qafurdan gəlmişdi. Oralar pul lazım idi. Həyatımda ilk dəfə idi ki, araşdırmadan bir sifariş qəbul elədim. Mən bilirəm, siz bura kim göndərib. Amma mən heç eləməmişəm. Müdürün pulları hanı? Doğrudan da mən heç nə bilmirəm. Vallahi billah, mən uğurlamamışım. Halal yolla öz ailəmi saxlayan bir insanım. Əgər inanmırsınızsa, ev axtara bilərsiniz. Qal burada. Yaxşı.
Qafur. Məncə bunun xəbəri yoxdur, bu bilmir. Nə xəbər yoxdur. Vur gedək. O vaxt səhv elədiyimi anladım. Çünki 2 gün sonra pullar başqa adamın evindən çıxdı. Qafur. Çınar silahı yığışdır. Birdən şeytan doldurar. Dol onsuz da narahat olma. Qafur, sən mənə dedin ki, o adamın günahı var. Pis adamdır. Bəli. Amma axtardığımız pullar başqa adamın evindən çıxdı. Onun hesabını kim verəcək? Bizə verilən məlumat budur. Qafur, mən günahsız adamı öldürdüm. Arvadı da hamilə. Hə. İlk dəfə də bəyan. Bizim işimiz budur, qardaş. Rədicənə bir dəqiqə. Sən onun hamilə arvadın yanında... Yox, Çınar. Çınar. Birdən ona sahib çıxmaq istəyərsən. Qafur, səni çoxdan tanımasaydım, beynimi də axtardım. O müdirvə denən, mən bu işlərdə yoxam artıq. Nə sifariş var, özün gör. Bunu sənə heç vaxt keçməzlər, heç vaxt. Güya mən keçərəm. Hə? Sən də mənə zəng eləmə. Çınar! Çınar! Və nəticə etibarilə mən günahsız birini öldürdüm. O uşaq hansı ki öz qızın kimi. Sənəm o dönəm hamilə idi. Bir müddət sonra bir yol tapıb sənəmlə tanış oldum. Dost kimi könlünü aldım. Qızına və özünə dəstək olacağıma, sahib çıxacağıma söz verdim. İnanırdı, mənə güvənirdi. Əslində mənim yanımda çox rahat idi. Sonra biz ailə qurduq. Qızı mənə ata dedi. Hər ata deyəndə mən ölüb dirilirdim. Buna görə də bütün həqiqəti sənəmə danışdım. Qız dəli oldu, məhv oldu. Boşanmaq qərarı verdi. Düzdür, mən boşanmaq istəmirdim. Amma axırıncı görüşümüzdə məni öldürmək istəyirdilər. Güllə uşaq adaydı. Sən yaxşı insansan. İnsan o sözü mənə demə, o söz mənə yaraşmır. İnsan səhv eləyir. Sonra səhvini başa düşür. Sonra çalışır ki, elədiyi səhvi düzəltsin. Ömür,
İnsan öləndən sonra səhvini necə düzəldə bilər? Necə? Dayanı, sen benim atamı da araştırmadan öldürmüştün. Araşdırmadım. Çünki söhbət mənim qızımın qatilindən gedirdi. Ama onu da öldürdün. Öldürdüm. Çünki adamın günahı vardı. Yoxsa bir notebook'a görə bu qədər özlərini öldürməzdilər. Ben deyəsən notebook'un şifresini bilirim. Tam emin değilim ama aklıma bir şey gelir. Salam, buyurun. Salam qızım. Mən Sənəm Kərimova ilə maraqlanırdım. Əməliyyatdan çıxıb. Bir dəqiqə soruşum, sizə məlumat verəcəm. Alo, Sənəm Kərimovanın əməliyyatı bitib? Aha, yaxşı. Bəli xanım, bitib əməliyyatı. Sağdır. Sağdır, vaxtında xəstəxanamıza çatdırılıb, narahat olmayın. Həyat təhlükəsi yoxdur. Görə bilərəm onu. Görə bilərsiniz, amma xəstəmiz güllə yarasından gəldiyi üçün öncə polislərimizə sizə təqdim edək, sonra buraxa bilərik. Zəhmət olmasa yaxınlaşın, əyləşin, çağıracağıq sizi. Çox sağ ol qızım. Siz Sənəm xanımın neysiz? Niye soruşursunuz? Siz kimsiz ki? Mən dostu. Mən də bibisiyəm. Şadam. Sadəcə sizin haqqınızda heç vaxt mənə danışmıyor və həyatda da görüşməmişik. Ola bilər. Və sizə kim xəbər verdi ki, Sənəm buradadır? Xanım, Yaman çox suallar verirsiniz. Polissiz? yox, polis deyiləm. Bəs sizə kim məlumat verib? Mənə? Mənə Sənəm özü. Adınız necə oldu? Adım Qafur. Lap yaxşı. Buyurun xanım, yaxınlaşa bilərsiniz. Yaxınlaşın, zəhmət olmasa. Buyurun, yaxınlaşın.
Rahat ol, rahat ol. Sənəm. Çox şükür ki, sağsan. Çınar dedi ki, soruşum səni ora kim aparıb? Gafur. Gafur dedi ki, Çınar onu qorumaq üçün göndərib. Güya Gafur bizi qoruyacaqdı, amma sən demə. Sən demə Çınarın heç xəbəri yox imiş, hə? Kızım, mən həm də hər şeyə görə səndən üzr istəməyə gəlmişəm. Rəna xala, xahiş edirəm. Heç kəsə ağ vərəq deyil. Elə mənim oğlum da. O qızının qisasını alacaq. Sən də sağalacaqsan. Bircə istəyim odur ki, qızım, həyatını yenidən başla. Sizin evliliğiniz de düzgün değildi. Bilirsən Rəna xala. Mən xoşbəxt olmaq istəyirdim. Qızımla, Çınarla. Mən istəyirdim ki, mənim xoşbəxt ailəm olsun. Ama olmadı. Her şey değişti. Keş balamın yerine Çınar öleydi. Öyle deme kızım. Çınar'a da hiç ne olmayacak. Sana da. İkiniz de hayatınızı sıfırdan, yeniden başlayacaksınız. Geçmiş geçmişte kaldı benim balam. Bilirsən Rəna xala. Çınar həmişə deyirdi ki, bəzi yaralar zaman keçdikcə sağalır. Ama bəzi yaraları zaman daha da dərinləşdirir. Mənim yaralarım elədir. Kızım, sen bağışlamağı bacar. Bir ana kimi senden xahiş eləyirəm. Yalvarıram sənə kızım. Rəna xala, belə demə. Yaxşı. Səni narahat eləməyim. Mən gedim. Şəfanı tap mən balam. Hə. Səndən bir iki söz də soruşmaq istəyirəm. O dediyin Gafur
Həmin adamın üz cizgiləri, görünüşü necə idi qızım? Arıq, uca boy, keçəl, elə adamdı. Aydındır. Özünü qoru. Tez sağal. Sağ ol Rana. Nəsə tapdın? 5 şansımız var. De. Atamın doğum tarixi. Dört şansımız kaldı. Anamın ölüm tarixi. Üç şansımız kaldı. Mənim doğum tarixi ola bilər, amma inanmıram onu yazsan. Anamın doğum tarixi anama çox bağlı idi. Bəlkə də onu yazıb. Deyil. Nömrəsinin son 4 rəqəmi. Bir şansımız kaldı. Bəlkə də mənim doğum tariximdə, amma Nerede doğum tarihi? 1991. Atam məni çox sevirmiş. Hardasan? Bu ayak olan əməliyyatlar İbrahim Əbilov Rəşadov. 9 yaş. Atandı da bu. Zahid Tülbendiyev Qənimetoğlu. Əliyeva Ayan Çinar qızı. 6 yaş. Onu baha qiymətə sata bildik, yaxşı. Kızım. Ayan. Ayan xəstəxanaya çatanda ölməyib. Əməliyyatla böyrəyini çıxarıb. Kızımı sənin atan əməliyyat eləmişdi.